Bismillah. 2026'da bu bürclər nişanlanacaq. Astrolojik proqnozlara görə 2026-cı il sevgi, ciddi münasibətlər və nişanlanma üçün əlverişli bir il hesab olunur və bəzi bürclər xüsusilə bu sahədə vacib addım ata bilər. Planetlərin təsiri altında aşağıdakı bürclər nişanlanma və ciddi münasibət addımları üçün daha uyğundur. 2026'da nişanlanma üçün öndə gedən bürclər bu var. Münasibətlərdə sabitlik və ciddi qərarlar üçün əlverişli dövr. Münasibət rəsmi mərhələyə keçə bilər və nişanlanma ehtimalı yüksəkdir. Xərçəng, duygusal və ailə yönümlü bir bürc. 2026'da ürək açan qərarlar və nişan addımlar gözlənilir. Şir, sevgi həyatında canlanma və ciddi münasibətlərdən status dəyişməsi, yəni nişanlanma və münasibətləri rəsmi hala gətirmək mümkün olacaq. Digər bürclər üçün də perspektivlər, astrologlar bəzi başqa bürclərin də ciddi münasibətlərdə addımlar atacağını deyirlər. Məsələn, Oğlaq, münasibətlərdə ciddi qərarlar, nişan və evlilik yolunda addımlar atacaq güclü potensial var. Qoç, Tərəzi və Balıq kimi bürclər də uzun müddət münasibətlərdə nişan və ya evlilik haqqında düşündükləri il ola bilər. Nəyi unutmaq lazım deyil. Astrologiyada bu proqnozlar ümumi meyllər göstərir. Yəni hər bürcün bütün nümayəndəsi mütləq nişanlanacaq demək deyil. Şəxsi natal, yüksələn və ay bürcləri də bunun ölçüdə təsir edir. Planetlərin yerləşməsi yalnız potensialı göstərir, amma şəxsi münasibətlərin inkişafı və qərarlar sizin öz seçimlərinizdən asılıdır.